Ona görə bir insanda 3 dənə bürc eyni anda hərəkət edir. Əsasən belə deyək, 10% qalır onun günəş bürcü, tam sizdə tutam 10% günəş bürcü balıqlardır. Amma burada 70-in 20-yə, 70% sən aksidentun, yəni yüksələnin nədirsə oxatan, 20% ay bürcün emosiyaları nədirsə, onlar çox. Çünki emosiyalarımız bizi təyin edir. O da ayla bağlıdır. Çünki ayın duruşu bizə emosional gərginlik, rahatlıq, hamısını o nəsib edir. Çünki bu planetlərdən çıxan neytron maddəsi bizim bədənimizə ultra bənövşəyi radiasiya dalğaları ilə daxil olur. Necə ki, günəşdən çıxan fotosintez bizim bədənimizdə öz sözünü deyir, burada da o cür nədir.